Deməli, ikinci məşqdir ki, mən özümü zorla məcbur eləyirəm durub hazırlaşıb idmana getməyə. Və beynimdə bir sual formalaşır. Nə dəyişdik? Niyə əvvəl mən sevdiyim, həzz aldığım bir prosesə hal-hazırda əvvəlki kimi yanaşa bilmirəm? Niyə əvvəl rahatçılıqla, hətta vaxtı sıxa-sıxa ki, mən məşqə gedim, yanaşırdım. Amma indi yox. İndi mən özümü zorla yerimdən durğuzdururam, deyirəm, davay İsmail, məcbursan, getməlisən, formavi qaytarmalısan, geri dönməlisən. Deməli, bu məsələni biraz araşdırdım, oxudum və problem nə yerdədir? Əvvəl bizim bədənimiz, bizim beynimiz bunu mükafat kimi görürdü və bizim bu proses zamanı müsbət hormonlarımız yüksəlirdi. Testosteron qalxırdı, dopamin qalxırdı və biz özümüzü xoşbəxt hiss eləyirdik. O bizim beynimizə xoş gəlirdi deyə biz daimi rahatçılıqla gedə bilirdik. Amma uzun ara verəndən sonra bizim beynimiz bunu daha mükafat kimi görmür deyə bizim pozitiv hormonların yerinə əksinə neqativ hormonlarımız yaranmağa başlayır. Kortizol qalxır, hətta prolaktin də qalxa bilər, ümumi stress yüksəlir və ilk növbədə də egomuz bilə-bilə ki, biz nə vaxtsa yaxşı idik, qorxur ki, biz təzədən eyni nəticəyə gələ bilməyəcəyik. Deyə bacardığı qədər bizə bəhanələr formalaşdırır beynində. Lazım deyil, bugün ağrıyırsan. Hava o qədər yağışdın ki, o sabah gedərsən də bir gündən nə olasıdır ki, belə şeylərlə özümüzü aldadırıq. Və bunun bir dənə çıxış yolu var. Yəni, başqa heç bir çıxış yolu yoxdur. O da məcbur durub beşlərimizi hazırlayıb idmana getmək.